Vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün qrafik informasiyanın kodlaşdırılmasına aid olan məsələ tipinə baxacağıq. Məsələ 19 aprel OTK sınağına düşən, 11-ci siniflər üçün OTK sınağına düşən sual nümunəsidir. 64-cü sualımıza baxırıq. Sualda bizə deyilir ki, true color və high color ilə kodlaşdırılmış iki fərqli qrafik informasiyanın, yəni təsvirin birlikdə informasiya həcmi 60 megabaytdır. Bu təsvirdəki piksellərin sayının bərabər olduğu nəzərə alaraq. Piksel sayı nədir? Qrafik təsvirdə üfüqi və şaquli istiqamətində olan nöqtə sayıdır. Nəzərə alaraq true color ilə kodlaşdırılmış təsvirin informasiya həcmini megabayt ilə hesablayın. Baxın, gəlin biz piksel sayımıza bir x desək, yəni piksel sayını dəyişən olaraq bir x ilə ifadə etsək, o zaman true colorun informasiya həcmi necə olacaq? Həcmi tapmaq üçün bilirik ki, V bərabərdir, yəni A vurulsun B piksel sayı, A vur B piksel sayıdır, N isə burada rəng dərinliyidir. Yəni bir rəngin daşıdığı miqdardır. True colorun informasiya həcmi bilirik ki, rəng dərinliyi 24 bitə bərabərdir, verib bizə. O zaman olacaq 24 vurulsun, piksel sayımızı x ilə işarələmişik. High colorda isə necə olacaq? High colorda isə olacaq 16 vurulsun x. Bu ikisinin cəmi, yəni 24x üstə gələ 16x bizə 60 megabayta bərabər olur. Təbii ki, bunlar bitdədir. Deməli, o zaman biz 60 megabaytda bitə çevirməliyik. 2 üstü 23-ə vurmaqla. Bu edəcək 40x bərabərdir 60 vurulsun 2 üstü 23-ə. Buradan da x-i tapsaq, bu olacaq 6 vurulsun 2 üstü 21. Aha, tamam. İndi baxaq. Deməli, İndi biz x-imizi tapmışıq. Bizdən nəyi istəyir? Deyək ki, true color ilə kodlaşdırılmış təsvirin informasiya həcmini. Biz x-i tapmaqla piksel sayımızı tapdıq. İndi true colorun həcmini tapa bilərik. True colorda necə idi? V bərabərdir. A vurulsun, B vurulsun, N-i yazsaq. Artıq A, B-miz məlum. Deməli, 6 vurulsun 2 üstü 21-dir. Yəni, bu bizim A-mız və B-mizdir. 2 üstü 21. Və true colorda dedik ki, rəng dərinliyimiz 24-ə bərabərdir. Vurulsun 24. Bizdən megabaytla istəyirsə, bu aldıqlarımız, yəni bir-birinə vurduqlarımız hasil bitdə olduğu üçün megabayta çevirmək üçün 2 üstü 23-ə bölməliyik. Deməli, getdikdə qalacaq burada 2 üstü 2. Bu da olacaq 6 vurulsun 24 bölünsün 2 üstü 2, yəni 4. Burada da qalacaq 6 vurulsun 6, 36 megabayt. Deməli, true colorun kodlaşdırılmış informasiyanın həcmi 36 megabayta bərabər imiş. Düzgün cavabımız A variantı. İzlədiyiniz üçün təşəkkür edirəm.